xanım, qızlar sizi birinci dəfədir yaxından görür də, buradakı qızlar. Və biz sizin haqqınızda o qədər danışmışıq, o qədər məlumat vermişik ki, istəyirlər ki, siz özünüz canlı-canlı deyəsiniz ki, siz necə gəlmişsiniz Faberlikə, necə işləmişsiniz, necə uğur qazanmışsınız. Məni də qonşum çağırıb, mənim qonşum çağırıb, deyir ki, gəldim. Gəldim, yazıldım. Həm də məni başa salmadı ki, onu biznes qurmaq olar. Mən elə bilirəm, getdim, malı gətirdim, ona bura özüm də işlətdim. Elə belə mən 10 il itirmişəm, 10 il. Bax, onu nəyə görə sizə danışıram ki, siz biləsiniz ki, bax, kimi görmüşsünüz, kiminlə danışmışsınız, kimə nəyəsə vermişsiniz, mütləq ona başa salmalısınız, burada birə biznesini qurmaq olar. Mən 11 il itirmişəm. 11 il itirəndən sonra pensiyaya çıxmışam. Düzdür, pensiyam balanca idi. Başladım, gedim, onun bunun evini yığışdırdım. Öyle, belə. Axırda yol gəlirəm avtobusda. Bir nəfər cavan qız yaxınlaşıb mənə deyir ki, görürəm ki, siz kosmetika işlədirsiniz. Gəlin, mən sizi Faberlikə yazdırım. Deyirəm, ay qızım, mən уже çoxdandan yazılmışam. Bəs deyir, niyə biznes qurmursunuz? Deyirəm, mənə heç kim demədi, mən bilmirəm nədir. Biznes qurmaq, heç bilmirəm nədir. Deyir ki, onda, bax, bizdə ofis açılıb, təzə ofis. Gəlin yanıma, bax, sabah adresi də verib, hara getməliyim. Gəlin yanımıza, kimin qolunun altına yazılmışsınız? Mən də dedim ki, bax, belə, bu insanın qolunun altındayım. Kakraz deyir, o sabah orada direktor olub. Sabah orada dejurn olacaq da. Gəldim, görürüm ki, oturur. Mən də gəldim yanına, deyirəm, vay, biri deyir, vay, sən hardan dedin ki, mən buradayım. Deyirəm, bax, Daşa mənə dedi ki, siz buradasınız, mən də gəldim bura. Oturdum yanında, deyirəm ki, Valentina xanım, bəs mənə niyə demədiniz ki, mən də biznes qura bilərəm? Deyir ki, səndən biznes çıxar. Deyirəm, bəs niyə çıxmaz? Səndən çıxır, məndən çıxmaz. Məndən nə qaşın çıxar? Oturdum, biraz incidim, görürüm ki, orada bir dənə jurnal var idi, belə kitab. Başladım onu ora-bura çevirməyə, bir dənə katalog yox, bir dənə bizdə jurnal belirdi var idi, danışırdılar da bizdən kosmetika. Açdım onu, gördüm ki, bir nəfər belə yazır ki, deyir ki, mən 48 yaşıma gəldim, çatdım, heç nə qazana bilmədim. Nə var məndə 2 dənə oğuldu, onları ödətdim, daha heç nə. Biznes qura bilmədim, pul da qazana bilmirəm, heç nə. Axırda deyir, bir nəfər gördüm, o mənə dedi ki, bax, qulaq asdı, mən ona nə danışdım, mənə biri qayıdıb belə deyir ki, bax, bildim ki, sən neçə kələm işlədin, başladın ki, ofis yazaq, biznes qurasan, əmbə, özünə, kötüyünə hamısını belə eləyirdin. Deyirdin ki, yox, bunu başlayırsan, dedin ki, yox, bu alınmayacaq, yox, bu eləməyəcək, bu olmayacaq, mənə çatmır, mən nahaq bunu götürmüşəm, nahaq almışam. Sən deməlisən ki, bax, yaxşıdır, başladın, deməlisən öz-özünə, mən bunu bacaracam, mən işləyəcəm, məndə hər şey alınacaq. Bax, mən də oturdum, onu oxudum, dedim ki, belə deyirsən, yox, beləsən, mən bu ay direktor olacam. Elə də elədim. Direktor oldum, sonra da başladım, deyirəm ki, direktor nədir? Gəlir oğlum, zat nədir? Çünki hamısı bizim beynimizdə başlayır. Yavaş çıxdım, oğlum brilliant direktordan. İndi də yenə yanmıram, yox, istəmirəm, deyirəm ki, niyə? Gələk mən də gedim, yuxarı da var, valla. Mən də istəyirəm indi yuxarı getməyə. Mən ki istəyirəm, bəs siz nə istəmişsiniz? Siz də istəməlisiniz. Mənim belə sizə sözümdür. Mən danışdım ki, məndə alınıb, səndə də alınıb. Sizə də bundan çox. Bir nəfər bacardısa, deməli, hamı bacara bilər. Hamısı bacara bilər. Düzdürmü ya yox? Düz. Bax, mən elə uzağa niyə gedirəm? Heç valla uzağa getməyək də, könül məni dəvət edəndə fabrikə, özünüz bilirsiniz ki, mən işləmirdim də, əvvələ fabrikdə olmamışam. Könül məni fabrikə dəvət edəndə, dedim ki, sən al, sənin ehtiyacın vardı, mən sataram, pulunu verərəm sənə. Doğrudan da gətirirdi, bunu verirdi mənə 5 manata, satırdım 8 manata, aparıb 8 manatında verirdim. Bu da mənə deyirdi ki, yox, sən 3 manat sənindir, deyirəm, mən istəmirəm, sən al, mən sənə satacam da. Sənin ehtiyacın uşaqlar balaca yoldaş da yox idi. Sonra yavaş-yavaş gördüm, həmişə də yox deyirdim də. Deyirdi, yox, sən adı yazdıracam, orada sən işləyərsən. Bir dəfə adımı yazdırdı.
Dedim əşi, yaxşı, özümə məhsul alım da, heç bilmirdim necə almaq lazımdır. Bir dəfə malları vurdum, sifariş elədim. Mən 100 bal, gələn bir gündən 100 balla işlədim. Mən də 100 bal. 4 manat maaş gəlirdi, heç bilmirdim, xəbərim də yox ki, mən 4 manat alıram. Belə malı vururdum, ödürdüm, deyirəm, bu gün nə məndən az pul çıxdı. Sən demə 4 manatım oradan çıxılırdı, silinirdi. Sonra vaxt keçdi, 1 il keçdi, düz 1 il 4 manat almışam, heç xəbərim də oldu. Sonra gördüm 34 manat maaş almışam, zəng vurdum sevinə. Dedim, 34 manat mənim maaş gəlib, mal vurmuşam, sifarişimdən pul silinib. Mən qonşuları yazdırmışdım onun üstünə. Hamı yazdırmışdı. Mən yazdırmışdım, Zülfiyanı yazdırmışdım. Sonra Kərimova Kilara xanımı yazdırmışdım. 58 manat aldım bir dəfə. Dedim ki, bəs 58 manat maaş almışam. 58 manat aldım, sonra bir dəfə yenə düşdüm 30 manata. Dedim, mən niyə 30 manata? O gün 58 almışdım, indi maaşım düşüb. Dedi, bu ay işləməmsən, heç kimi dəvət eləməmsən, heç kimi hecdə satmamışsın. Dedim, özümü alıram da, evə alıram, uşaqları alıram, yoldaşımı alıram. Az qala ağlayırdı qızlar. 58 manatdan düşmüşəm 34 manata, mən niyə 30 manata aldım? 58 almışdım, çox almalıydı mənim maaşım. Dedi, ged işdə al. Bu girdi mənim beynim ki, ged işdə al. Başladım ona deməyə, sumkamı doldurdum, onu apardım. Dedilər, al versi gəldi. Adımı elə qoymuşdular. Sonra yavaş-yavaş bir gündə quru partdı. Maaşım çıxdı 350 manat. İndi sevinə yoldaşıma dedik ki, 350 manat maaş almışım. O da birisindən dedi ki, mən sayda 500 manat verəcəm. Otur evdə səsin çıxmasın. Mən demə, kompüterin ağzını da açma imkan vermirdi doğrudan da. O gələn kimi kompüteri bağlayırdım. Keçirdim işimi gördüm. O gedəndə kompüteri açırdım. Mişkamı tuturdum. Ox yoxa çıxırdı. Həmişə mən bunu deyirəm Quran haqqı. Ox yoxa çıxır. Axşama qədər oturub gözlədim ki, uşaqlar harda işdən, dərsdən gələcəklər. O oxu tapıb verəcəklər ki, mən harası proqrama girəcəm. Yəni kompüteri bilməmişəm. Sonra belə yavaş-yavaş gördüm maaş artır. Əgər burada maaş gördümsə, gördüm Amerikaya getdi, Dominikana. Fikirləşdim ki, xarici səyahət var, o gedir, mən niyə getməyim? Başladım belə insanları dəvət eləməyə. Mənim qonşularımı bacım yazdırmışdı. O deyirdi, bir dəfə qonağımız var, İzzətdə Kölnə gəldi. Ağzını gəldi mənə dedi ki, İlham, mənə filan şeyləri gətirərsən. Bu da dedi ki, sən niyə İlhamədən alırsan? Bəs adına qeydiyyatdan gəlsən, keçirdim, sən özünə al. Bir ilsəndi. İnanmazsınız. Əslində, Bahar xanımı elə Gülka yazdırır. Dedi ki, yox, onu yazdırıram. Səndən almadım. Mən də hirsləndim, sən onu yazdırmışsan, mən nə satacağam? Kimə satacağım? Yəni satdığım adam bir dənə baldızım idi, qaynanam idi, bir də baldızım gəldi. Dedi, yox, onu yazım, sən baxasın. Doğrudan da həmin baldızımın gəlini, anası müəllimə, xalası müəllimə. Ayda müəlliməni yazdırmışdım. Məktəbdən nə qədər adam bir həftənin içində bu yazdırmışdı, mən də xəbərim yox. Bir həftənin içində 600 balım artdı. Dedim ki, sən gördün mən niyə onu yazdırmışam? Başa düşdünüz? Yəni o onu yazdıransa, mənim qrupum artdı. Ola bilsin ki, siz bu günləri 100 adama təklif eləyəsiniz, onlardan heç biri sizə dönüş eləməsin. Amma bir nəfəri yazdırasınız, o sizi qaldırar. Hal-hazırda Gülka işləmir, amma onun gətirdiyi komandadan insanlar işləyir. Yəni mən onu deyirəm, bizim marketingimizin adı tövsiyə marketingidir, ünsiyyət marketingidir. İnsanlarla nə qədər çox ünsiyyətli olsaq, bir o qədər çox insan qeydiyyat edəcəyik, insan komandaya gətirəcəyik. Amma onlar işləməyə bilər. Onların tövsiyə elədiyi insanlar sizin komandanızı quracaq, marketingimizi yüksəldəcək. Ona görə mən əvvəl gümüş direktor, mən indi gümüş direktorlar. Mən amma fabrikə, mən fabrikdə ofis açdım. Mən dedilər ki, şu statusun artır, 2000 balım vardı, hələ direktor durur. Ofis aça bilərsən. Ofisi açdı, ərizə yazdılar. Ofis açdım, yoldaşım dedi, işləməyəsən. Mən də qoymadım. Şu ərizə yazdılar, yer də hazırdır. Üstündən aylar keçdi, bu dedi ki, Polad, gəl ofisi açaq, evin altında qoy işləsin. Dedi, bir çox qalmışdı. O orada şampun satacaq, mən də evdə oturacağam. Yəni onun işi idi ki, bir gün işə gedir, getmir, o biznes adamıdır. Yəni o işlər, ona görə onun üçün arvad işləməməli idi. Yavaş-yavaş ofislə açdım, dedim, gedim malları gətirəcəm. Sonra qayıdıb gəlib evdə oturacağım. Nə evdə oturma? İndi işə getməyəndə sən bu işə niyə getməmisən? Yəni o dərəcədə. Sözümün canım, bax, mənə ofisdə bir nəfər Nuranəni, mənim birinci direktorum. O bu günləri burada yoxdur, bu günləri gəlməyib. İndi bəzi səbəblərdən gələ bilmədi, amma çox istəyirdim ki, o olsun. Nurani gəldi ofisə, dedi, mən yazılmaq istəyirəm. Bir gün gəldi, çıxdı, getdi. İkinci gün bir də gəldi. Üstündən bir həftə, 10 gün keçdi. Dedim, bu elə belə gəlir, gündə mənə deyir, yazılmaq istəyirəm, amma yazılmır da. Yəni, bu vaxt öldürmək istəyir. O da o vaxtda toxuyurdu, qəşək şər, papaq, uşaq paltarları. Gəldi ki, bunu qoyum, bəlkə burada satarsan. Dedim, bu elə öz malı satmaq üçün gündə bura gəlir ki, mən yazılmaq istəyirəm.
Üstündən vaxt keçdi. Dekabrda mən açmışdım. Fevral ayında Nuranə gəldi ki, məni qeydiyyat edin. Mən bunu qeydiyyat elədim. Mart ayında mən oldum direktor. Nuranə işlədi, yəni onunla bərabər insanlar dəvət elədi, çalışdı, onu çağırdı. Biz gecə gündüz dayanmırdıq. Günün ərzində azından bir 15 dəvət edirdik. Qeydiyyatdan keçirdirdim hamını. Elə biz başladı işləməyə. Nuranə də qonşumdur. Nuranə ilə qapı qonşu Səbiyyə, hələ gəlməyib, ömür boyu gecikən Səbiyyəmiz hələ gələcək. Nuranə ilə qapı qonşu Səbiyyə idi. Nuranə Səbiyyəni gətirdi ki, bəs bunu qeydiyyatdan keçir, aksiya var idi. 3 nəfər qeydiyyat edirdi, sənin hesabı 12 manat pul otururdu. Bu da Nuranə Səbiyyəni gətirəndə ki, bunu qeydiyyat elə. Dedim Nuranə, bəs adına Səbiyyə gəlib, 2 dənə qeydiyyatı, 3-cünü eləmir ki, birini yazım sənin üstünə, birini yazım öz üstümə. Bizə də pul gələcək də. Səbiyyə təzədən nə bilir o? Bu dedi, mən 3-cünü də qeydiyyat edim. Dedim Nuranə, biz səhv elədik, biz 3-ünü də Səbiyyənin adını yazıb 3 nəfər qeydiyyat eləməlidir. Katalog açıldı, getdik Səbiyyə Nuranə ilə pulu qoyduq Səbiyyənin hesabına. Dedi ki, Səbiyyə sənin hesabına pul oturub. Səbiyyə də, axı mən ona deməmişdim ki, belə bir aksiya var da. Biz qeydiyyat eləmişdik. Yəni mən olanı deyirəm. Əvvəl təzə-təzə idim. Mən işin məğzini də bilmirdim. Hələ 2 ay işləyirdim də. Dedim, yox, biz burada səhvlik eləmişik. Səbiyyə o pulu qazanıb haqqını apardıq hesabdan, emanatdan qoyduq pulunu. Bu gördü ki, bunun hesabında pul var. Dedim, Səbiyyə, sən qazanmısan da. Burada 12 manat sənin pul hesabına pul gəlir. Sən bax, yenə aksiya var. Çağırsan 15 manat oturacaq sənin hesabına. Səbiyyə başladı adamlar gətirməyə. Səbiyyə gətirdi, 15 manat oturdu. Bax, bu aksiyalar qoyulurdu. Sonra 9 manat gəldi, 12 manat gəldi, 24 manat gəldi. Belə-belə Səbiyyə də həvəsləndi. Yəni, deməyimin, sözümün mənası odur ki, Səbiyyə də qonşudur, Nuranə də qonşudur. Mən, üçümüz də qonşuyuq da, mən Nuranəni gətirdim, Nuranə Səbiyyəni gətirdi. Buradan da Zülfiyəni gətirdi. Yox, mənim artıq 3 dənə direktorum var, həri özü üçün işləyir. Ona görə də Üçü də qonşudur. Üçü də qonşudur. Yəni, deməyim odur ki, çəkinməyin qonşularımız, həm də əvvəl fikirləşirdim ki, satış eləyərik, 5 manat satışdan qazanarıq da, biz onu niyə qeydiyyat eləyək? Sonra mənə kön deyəndə ki, qeydiyyat eləyəndə sən həm strukturdan qazanasan, həm də azından 1-2 məhsul satıb satışdan qazanasan. Onu sənin pulun çox olacaq, daha da çox olacaq. Həm oradan gələcək, həm buradan. Əgər sən hər qarşıva çıxan insanı qeydiyyata dəvət etməsən, sabahları onu kimsə bir başqası aparıb dəvət eləyəcək, sən həm nə satış eləyə bilməyəsən, nə də strukturdan qazana bilməyəsən. Ona görə biz indi kimi görürüksə, harada görürsə, nəsə istəyir, deyir, mənə bir şampun lazım. Deyirəm, gəl qeydiyyatdan keç. Həm hədiyyə qazan, həm də endirimlə şampunu var, evə də lazım olur. Həqiqətən də elə olur, onlar da gəlirlər. Sadəcə insanlara hər dəfə təklif etmək lazımdır, demək lazımdır. Qarşıma kim çıxdı? Deyirəm, bu günləri ola bilsin ki, bu 10 nəfər sənə yox dedi, amma sabah bir nəfər gələcək, səni qaldıracaq. Yəni, əl-bəl verib, çalışıb işləyəsiniz. Yəni, ona görə heç vaxt çalışıb, fikirləşməyin ki, mən kimisə dəvət edə bilməm. Dedim, yoruldum, nə qədər demək lazımdır. Onu deməyin. Artıq 8 ildir mən fabrikdəyəm. 8 ildir də eyni sözləri təkrar edirəm. Eyni qarşıma çıxan insanları dəvət edirəm. Ona görə siz də çalışın. Ona görə siz də çalışın. Yaxınlarınızdan, ətrafınızdan başlayın.